Namiq Qaraçuxurlu və Aşıq Telli duet oxuyarkən kameramıza yaxalandılar. Aşıq Tellinin Namiqə dediyi bax elə bu sözlər: Aydı gündü gəlib keçir ömürdə, aydı gündü gəlib keçir ömürdə, tələsirik görən yazan nə qalır. Bizi də Qaraçuxurludan Aygün Kazımovanı soruşmağı vadar etdi. Axı məhz bu cütlüyün 7 il davamlı olaraq oxuduğu duetlər, dillər əzbəri olmaqla yanaşı, onların bir-birinə sevgilərini də mahnıları ilə dilə gətirməsi tamaşaçılarda xüsusi simpatiya yaratmışdı. Yenidən Namiq Qaraçuxurlu Aygün Kazımova ilə duet oxuyar ya yox sualına isə meyxanaçı bax belə cavab verdi. Mən düzələmirəm, sana bu qədər bağlanıram. Söhbət duetdən gedirsə, ümumiyyətlə mən həmişə demişəm, əgər maraqlı bir mövzu olsa, kiminlə olsa duet oxumağa hazıram, amma maraqlı, qeyri-adi bir şey olsa. Amma siz dediyiniz duet artıq duet əndazəsindən çıxıb, yəni çərçivədən çıxıb, ona görə də yenidən bu söhbətlərin qalxılması üçün qəti şəkildə oxumaram. Əlbəttə Qaraçuxurludan bu ay baş tutacaq toyunu soruşmaya bilməzdik. Meyxanaçı belə bir xəbərin yayılmasında isə jurnalistləri günahlandırdı. Bu mart ayı necə olan bir şeydir? Müxbir məndən soruşur ki, dillər toy olacaq, toy olacaq. Mən də deyirəm ki, yola verirəm də, deyirəm, mən danışmıram bu barədə. Deyir, onu dilindən, o deyir ki, martda toy olacaq. Deyirəm, hər belə deyirəm. Və bu televiziyada yayılır və hamı deyir ki, Namiq idi, martda toy olacaq. Mən əslində belə bir söz deməmişəm. İndi deyirəm, ilin sonunda olsa, ilin sonunda olacaq. Olmasa da yəni yaşayıb görəcəyik. Biz də gözlənilən ailə həyatında meyxanaçıya uğurlar arzu edirik. Elə bir vaxt gələcək ki, xoş həyat görsənəcək. Çağıranda yarımı can deyərək dillənəcək. Hələ bilmir nə düşünmək, sevəcək, öyrənəcək. Düşünüb özümü aldadıram, aldanıram. Yaz fəsli başlar-başlamaz estradamızın incə çiçəyi olanlərlə yenidən görüşünüzə gələcəm. Neçə belə efirlərə. Hələlik.